İş yerlərində bağlanan əmək müqaviləsi işçini həm gələcək pensiya təyinatını sığortalayır, həm də baş verə biləcək bədbəxt hadisələrdən qoruyur. Çox təəssüf ki, Azərbaycanda işçilərin yarıdan çoxunda əmək müqaviləsi yoxdur. Millət vəkillərini narahat edən bu məsələ işçi ilə işə götürən arasında böyük bir uçurumun olduğunu göstərir. Qanunverici orqanda deputatların açıqladığı rəqəmlər belə deməyə əsas verir. Əmək qabiliyyətli vətəndaşların sayı 5 milyon 195 min nəfərdir. Onlardan 4 milyon 900 mini iqtisadiyyatda fəal şəkildə iştirak edir. Amma əmək müqavilələrinin sayı 1 milyon 749 mindir. Bu barədə Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin iclasında məlumat verildi. Deputatlar əmək müqaviləsi olmadan işləyən vətəndaşların gələcəkdə problemlərlə üzləşəcəyini diqqət çəkdilər. Çalışan vətəndaşlarımızın cəmi 35,6% əmək müqaviləsi ilə çalışır. Yəni, həm də o deməkdir ki, bugün iqtisadiyyatda fəal olan, yəni çalışan vətəndaşlarımızın 65%-nin əmək müqaviləsi yoxdur. Əmək müqaviləsi ilə vətəndaşlarımızın işə cəlb edilməsinə ehtiyac var ki, vətəndaşlarımız əmək müqaviləsi ilə çalışsınlar, çalışan vətəndaşlarımız və onların həm əmək hüquqlarının qorunması baxımından vacibdir, eyni zamanda dövlət büdcəsinə daxil olmaların artırılması və münasibətlərin leqallaşdırılması baxımından vacibdir. Əmək və məşğulluq alt sistemi vasitəsilə rəqəmsallaşdırılacaq proseslər artırılır. Bu da əmək müqavilələrinin tam elektronlaşdırılmasına gətirib çıxaracaq. Bununla da əmək münasibətlərinin vahid platforma üzərindən həyata keçirilməsi təmin edilmiş olacaq. Elektron əmək müqaviləsinə keçid zamanı isə vətəndaşlardan hər hansı bir ödəniş tələb olunmayacaq. İşçi istənilən vaxt sistemə girib həmin əmək müqaviləsini çap edib özündə saxlaya biləcək və yaxud sistemdən həmin əmək müqaviləsinə baxa biləcək. Eyni zamanda işçi bütün fəaliyyət göstərdiyi dövr ərzində olan bütün əmək müqavilələrini orada görə biləcək. Həmin əmək müqavilələri üzrə olan ezamiyə, məzuniyyət və bütün digər əmrləri orada görə biləcək. Yəni, faktiki olaraq işçilər özlərinin məşğulluq tarixçəsi ilə bağlı, əmək hüquqlarla bağlı bütün məlumatları həmin sistem üzərindən əldə edə biləcəklər. Yeni dəyişikliklə şəhidin mənzil hüququna malik ailə üzvü dünyasını dəyişərsə, şəhid ailəsi statusu olmayan ailənin digər üzvləri də mənzil növbəsinə dayana biləcək. Bu məsələ şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb. Bu deməkdir ki, şəhidin bu hüquqa malik olan hər hansı bir ailə üzvü növbəyə dayanıbsa, o dünyasını dəyişəndən sonra şəhid ailəsi statusu hüququ olmayan o ailə üzvlərinə də bu növbə saxlanılacaq və onlar mənzillə təmin olunacaqlar. Qeyd edək ki, hazırki qanunvericiliklə şəhidin həyat yoldaşı vəfat edirsə, şəhidin övladlarının yaşı status yaşını ötürsə, onlar mənzil növbəsinə iddialı ola bilmirdilər. Təklif olunan dəyişiklik bu məsələdə yaranan problemlərin aradan qaldırılmasına hesablanır.